son günlər sosial medianın əsas müzakirə mövzularından biri də bu Özbəkistandan gələn və yaxud kiminsə dəvəti ilə ölkəmizə gələn dırnaqarası həkimlə danışılır. Hər tərəf ondan danışılır. Bu adam burada gəldi, işini də gördü, niyyətinə də çatdı, amma saxlanıldı və ölkəsinə göndərilməyinə baxmayaraq hələ də hər tərəf, bütün sosial media ondan danışır. Hara daxil olursan, hansı sosial media daxil olursan, ondan bağlı görüntülər və ayrı-ayrı deməli sujetlər qarşına çıxır. Mən o İqbal Soliyevdir, o özün həkim kimi qələmə verən kim, onu barədə danışmaq istəmirəm, onun və əməlləri barədə danışmaq istəmirəm, bu bizim işimiz deyil. Amma çox təəssüf ki, yəni mən bu cəmiyyətimizin niyə bu günə düşməyin deməli bizi incidir. Yəni dünya durmadan, dayanmadan sürətli şəkildə inkişaf etdiyi dövrdə biz hələ də 21-ci əsrdə mollalara, nə bilim, dualara, hansısa fala baxanlara, magiyalara, nə bilim, bu ekstrasenslərə inanırıq. Biz, baxın, cəmiyyətimiz bizim gör nə gündədir. Tibb biliminin sağaltmadığı və yaxud sağalda bilmədiyi hansısa xəstəliyi güya əl terapiyası ilə hansısa kimsə gəlib onu aradan qaldıracaq. Biz hələ görürük ki, 21-ci əsrdə biz hələ də bu qara çadralardan çıxmamışıq. Hələ bu cəhalət dövründə yaşayırıq. Bu 17-ci, 18-ci əsr deyil, əziz millətimiz. Bu dualardan, bu xurafatdan, bu xurafatlara inanmayın. Bu 21-ci əsrdə yaşayırıq. Biz dünya sürətlə dəyişir. Baxırsan video materiallara əməlli başlı insan izdihamı yaşanır. Bu vəziyyətlə biz necə inkişaf edə bilərik? Biz hansısa həkimin yanına gedirik, kimsə hansısa həkimin yanına gedəndə, hansısa bir ixtisaslı həkimin yanına, uzun müddət təhsil almış, həyatının bir yarısını bəlkə də o tibb təhsilinə vermiş insanın yanına gedib 20 manat, 30 manat, 50 manat pul verəndə onu gəlib neçə günlərdən danışır, hər yerdə danışır ki, bəs həkimə pul verdim, belə oldu, elə oldu. Onu deməli, dillər əzbərləyir. Amma 60 manatı hansısa dələduzun qəbuluna düşmək üçün 60 manatı verir, uf da demir. Nədir? Həmin o dələduz kimisə harasındasa sığal çəkəcək, kimisə harasa əllə güya əl terapiyasından, bioenerji ilə sağaldacaq. Biz ayırmalıyıq. Biz hələ də bu cəhalətdə olduğumuzun fərqinə varmalıyıq. Söhbət yəni ora gedənlərdən, bax o əl terapiyasıdır, nədir, bioenerjidir, ekstrasensliyə inananlardan söhbət gedir. Yəni bu 5 nəfər, 3 nəfər olsa bu barədə heç danışmağa dəyməz. Amma biz görürük ki, orada yüzlərlə insan var. Ayrı-ayrı görüntülərdə ayrı-ayrı şəxslər var. Bu o deməkdir ki, yəni yüzlərlə insan izdihamı yaşanır var, insan axını yaşanır var. Bu cəmiyyətimizin nə vəziyyətdə olduğunun əyani sübutudur. Ona görə də əzizlərim, ayılmaq lazım biraz. Bu fala baxanlardır, bu ekstrasenslərdir. Bunlara inanmaq lazım deyil. Elmə inanmaq lazımdır. Hələ bir o əllə kimisə sağaltma, heç olmasa bir düşünün ki, bu primitiv də olsa belə düşünün ki, hansısa bir xəstəliyin müalicəsini eləmək üçün və yaxud da ki, onun əlində terapiya var, enerji var, nəsə var, o da mümkün deyil. Bütün deməli xəstəliyin müalicəsini elm sübut edir. O elm sübut edilmir, bunun əlində müalicə etmək üçün imkanları var. Heç bir aparatsız, cihazsız, həkim hansısa aparata göndərmən, cihazla yox, müayinəyə göndərmədən, nəsə bir dərman yazında cəmaat danışır ki, heç müayinəyə göndərmədir, hansısa uziyə və yaxud başqa deməli cihazlardan keçməyə göndərmə də özü ilə yazdı, bunu danışır, amma get kənardan haransa sığal çəksin, haransa başını sığallasın, oranı sığallasın, əlinlə bir sözünü var, qutardı, dərdini qutardı, onunla da sağaldı. Biz gör nə qədər cəhalətdəyik, biz hələ qara çadralardayıq, biz hələ möhümmat, biz hələ xurafatın içindəyik. Baxmayaraq ki, 21-ci əsrdir, bu 18-ci, 19-cu əsrdə öyle əzizlərim. Ayılmaq lazımdır, belə şeylərə inanmaq lazım deyil. Və çox təəssüf, ağrıdıcı məqam olur ki, bəzi tanınmış şəxslər də var ki, onun yanında görürük. Hətta
Mən bu müğənni Elçin Hüseynovu da görmüşəm. Onun öz evinə dəvət edib və yazılanlara görə güya o anasını sağaltmaq üçün həmin şəxsi evinə dəvət edib ki, güya anasını sağalsın. Çox təəssüf və problemin biri də odur ki, və insanlar belə şəxsləri görəndə görür ki, bəs tanınmış şəxslər də bunun yanındadır. Onun üçün biraz da reklam olur. Daha da insan güya o biraz da kəsat düşünən insanlar daha da inanmağa istəyir və həmin şəxsin yanına gedir. 60 manat bir evdən bir neçə nəfər geçsə gör nə qədər pul edir. Amma həmin pulu yarısını heç həkimə vermək istəmir ki, hansısa bir maldır. Bir ailə həkiminə vermək istəmir. Artıq bilir. Əzizlərim, odur ki, cəmiyyət olaraq ayılmalıyıq. Bu şeylərdən imtina etməliyik. Biz inanmamalıyıq. Artıq Şeyx Nəsrullahlar dövrü gedib. Biz 21-ci əsrdə yaşayırıq. Hər şeyin başında elm dayanır. Elmsiz nəsə müalicə, hansısa bir iş mümkün deyil. Odur ki, biz çadırlardan çıxmalıyıq, qara çadırlardan. Elmə inanmalıyıq.